Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda tikintisi başa çatmamış bir zal 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir daşınmaz əmlak satılır. Qiymətin 30 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda darvazadan giriş hissəsini görürsünüz. Küçəsi enlidir. Deməli bu həyət evi Seviş qəsəbəsində yerləşən 20'lərin son dayanacağına çox yaxın bir ərazidə. Bundan başqa bildiyiniz kimi həmin ərazidə Oba market yerləşir. Bax, həmin əraziyə çox yaxın bir məsafədə yerləşir. İndi isə evin üst hissəsini göstərirəm. Çox yaxın vaxtlarda təmir olunub. Su xəddi çəkilib. Sənədi ilkin sənəddir. Arxiv arayışı var. Bir zal 2 otaqdır. Qiyməti 30 min manatdır. Ancaq onda deyim ki, qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə bağçasını göstərirəm. Bax, bu cürdür. İndi evə daxil oluram. Polu taxtadır, yəni başqa material deyil. 2 qat kubiklə hörülür. Bundan başqa kürsülüdür. Deməli, siz fikir verin, yəni bu evin splaşını patolog işi görülüb, işıq sistemi çəkilib. Hal-hazırda zalını görürsünüz. Zalın uzunluğu 8, eni 4 metr. Otağın, qarşıda gördüyünüz otağın ölçüsü 5'in 4'dədir. Bax, bu cürdür. Qiyməti 30 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə zalını göstərirəm. Bax, bu videoda nə görürsünüz? Hamısı, deməli, bu həyət evində nə var? Hamısı videoda var. Yəni başqa nə var, nə yox, o nələr var. Eyni zamanda bax, bu evə aid olan hansı sözlər var? Bax, onu videoda deyirəm, yəni bilin. İndi isə ikinci otağı göstərirəm. İkinci otağın ölçüsü 6'nın 4'dədir. Burası isə mətbəğidir. Mətbəği 3'ün 4'də. Bax, onu da deyim ki, yəni ola bilsin videoda bir balaca başqa cür görsənsin. Ona görə ki, evin içərisində eyni zamanda deməli torpaq sahəsində səliqəsizlikdir. Bir balaca, ona görə bu cür görsənir. Ancaq bu ev çox yaxın vaxtların təmiridir. Bax belə, sizlərə uğurlar.